Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bizim MİQ və sertifikasiya dərslərimiz davam edir. Həftədə 3 dəfə olmaq şərti ilə. Və hər həftə sonu sınaq imtahanlar keçirilir. Sırf MİQ və sertifikasiya düşmə ehtimalı olan suallar. Deməli, MİQ sınaq 13-ün izahı nümunə kimi verirəm. İnanıram ki, hamınızın da xoşuna gələcək. Bu sınaq. Bu verilən, hazırlanan sınaqlar bu seçmə sınaqlardır, seçmə suallardır. Şablon suallar deyil də, onu demək istəyirəm. Vaxt itirmədən testlərin izahına başlayaq. Və müəllimlər, bir fikir də nəzərinizə çatdırım ki, əgər dərsimizə qoşulmaq istəyən müəllimlər, fizikanı dərindən öyrənmək istəyən müəllimlər bizim WhatsApp nömrəmizdə əlaqə saxlaya bilər. Diqqətinizə görə təşəkkür edirəm. Sualların izahına başlayaq. Birinci sual belədir. Deməli, deyir ki, yer səthindən H1 hündürlükdə sərbəstmə təcili J0/4-dür. H2 hündürlükdə də J0/9 olarsa, H2-H1 fərqini hesablayın. Bax, bir dənə deməli, sual belədir. Birinci sual. Yer səthindən. Bax, təsəvvür elə, bura yerdir, düzdür. Yerin radiusu R-dir. Yer səthindən hər hansı bir H1 hündürlükdə. Tutaq ki, məsələn, A nöqtəsində. Bax, H1 hündürlükdə. Deməli, qravitasiya sahəsinin intensivliyi J0/4-dür. H2 hündürlükdə isə H2 hündürlükdə belə deyək də, məsələn, bura deyək, H2 hündürlükdə budur. J0/9-dur. Bizdən soruşur H2-H1-i tapın. Deməli, yer səthindən H hündürlükdə qravitasiya sahəsinin intensivliyinin düsturu belədir, bax. Cm/R plus H-ın kvadratıdır. İndi birinci üçün nə yazacağım? Yazacağım, deməli, J1 bərabərdir J0/4, bu da bərabərdir, olacaq. Deməli, J0 yerinə nə yazacağım? Cm/R-in kvadratı, burada 4 də var. Bu da nəyə bərabərdir? Bu da bərabərdir, yazacağım Cm/R plus H1-in kvadratı. Bu Cm ilə Cm getdi. Buradan alıram ki, H1 üstəgəl R bərabər 2R və buradan H1-i tapıram R. Eyni qaydanı ikincinə də tətbiq edəcəm. İkincində də yenə yazıram. J2 bərabər J0/9. J0 bilirik ki, Cm/R kvadratdır. Burada 9 da var. Bu da eyni zamanda bizə verib deməli, Cm/H hündürlükdə qravitasiya sahəsinin intensivliyi nəyə bərabərdir? Cm/R plus, deməli, H2-nin kvadratı. Bu Cm ilə Cm getdi. Burada alınacaq nə? H2 plus R bərabər 3 dənə R. H2 bərabər 2 dənə R. Bizə də deyir ki, H2-H1-i tap. H2-H1 də verəcək bizə, deməli, R. D variantı. Keçirik növbəti suala. Deməli, ikinci sual. Bu da qəşəng suallardan biridir. Deməli, burada hansı
düsturdan istifadə edirik. Biz bucaq sürətinin düsturunu bilirik, fi böl t-dir. Və buradan fi-ni tapsaq, omega t-dir. Deməli, birinci üçün yazaram omega 1 t. Yəni 0,5 t. İkinci üçün yazıram omega 2 t. Yəni 0,2 t. İndi burada bir şeyə nəzər yetirin. Deməli, birincinin bucaq sürəti ikincindən böyükdür. Tutaq ki, birinci bu qədər yeri gələcək. Bu qədər yeri gələcək. Burada, burada. Bura gələndə ikinci nöqtə bura gələcək. Yəni, elə bil ki, bax, diqqətlə fikir verin. Bu omega 1 var, ha. Pi qədər gəlir. Plus bir dənə də alfa gəlir. Yəni, yazıram. Fi 1'in yerinə yazıram. Elə bil pi üstəgəl alfa. Fi 2 də olacaq. Deməli, nə? Alfa. Deməli, buradan alıram ki, fi 2 çıx fi 1 piyə bərabərdir. Fi 2'nin yerinə daha doğrusu deməli, fi 1 çıx fi 2 alfaya bərabərdir. Fi 1 çıx fi 2. Fi 1'in yerinə yazıram. Pi üstəgəl alfa çıx alfa. Üzr istəyirəm, belə yox. Fi 1'in yerinə yazacağım 0,5 t. Fi 2'nin yerinə 0,2 t. Pi də 3 verib də bizə. Deyiləcək t bərabər eləcək 10 saniyə. Deməli, cavab olacaq B variantı. Sonra keçək növbəti suala. Maraqlı suallar var burada. Biri birindən maraqlı. Deməli, üçüncü sualda deyir ki, sərbəst buraxılan cisimlər O nöqtəsində mütləq qeyri-elastiki toqquşurlar. Onların kütlələrinin nisbətini tapın. Deməli, biz burada nə edirik? Bax, mütləq qeyri-elastiki toqquşursa, deməli, burada mən bu birinci cisim yerə dəyəndə bunun sürəti nə olacaq? Kök altda 2gh. H verib də. Bəs ikinci cismin yerə dayananda sürəti nə olacaq? Kök altda 2g vur 4h. Yəni, bu da olacaq 2 dənə kök altda 2gh. İndi onların kütlələri nisbətini tapın. Deməli, bunlar gəlir O nöqtəsində. Deməli, O nöqtəsində mütləq qeyri-elastiki toqquşur. Toqquşandan sonra deməli, nə olacaq burada? Olacaq impulsun saxlanma qanununa görə, yəni M1 V1 bərabər olmalıdır M2 V2. Impulsun saxlanma qanununa görə. Çünki sərbəst buraxılanda bu cismin əvvəlki vəziyyətində impulsu sıfırdır. Deməli, M1 V1'in yerinə yazıram kök altda 2gh. M2 V2'nin yerinə yazıram 2 dənə kök altda 2gh. Və bunlar ixtisar getdi və buradan M1 böl M2'ni tapıram 2. Deməli, cavab olacaq B variantı. Sonra dördüncü sual. Deməli, V0 sürəti ilə şaquli yuxarı atılan mərmi ən yüksək nöqtədə 2 qəlpəyə parçalanır. Qəlpələrin uçuş məsafələri verilib bizə, kütlələri soruşur. Yenə də burada impulsun saxlanma qanununa gedəcəm. Impulsun saxlanma qanununa getsəm, belə bir deməli, şərtdən mən istifadə edərəm. Bax, bu oldu M1. Bu birisi oldu M2. Impulsun saxlanma qanununa görə M1 V1 bərabər olmalıdır M2 V2. Bax, bunu burada mən saxlayıram. İndi ikinci tərəfdən də uçuş məsafəsinin düsturu var. L bərabər V0 vur kök altda 2h bölü.
Bunların hər ikisi eyni hündürlüyə çıxdığına görə h-lar eynidir. L ilə V düz mütənasibdir. Onda belə olacaq. Deməli yazıram belə. Yazıram. Buradan deməli V1 böl V2 nisbəti nəyə bərabərdir? M2 böl M1. Bu da bərabər olacaq. Axı L ilə V düz mütənasibdir. Olacaq L1 böl L2. İndi L1 nədir burada? L1 L'dir. L2 də 4L'dir. Eləcə 4də 1. Aha, vəsə də. Deməli M2 böl M1 eyni zamanda 4də 1-dir. Onda M1 böl M2 eləcə 4. C variantı. Sonra 5-ci sualda da, bax 5-ci sualda da bu yolları çoxdur. Bax belə də yaza bilərsən bunu. Belə bir düsturumuz var. Bax T bərabərdir. T1 vur T2 böl T1 üstəgəl T2. Bundan da yaza bilərsən. Yəni 3 vur 6 böl. Deməli 3 üstəgəl 6 9 beləcə 2. A variantı. Və yaxud da sürətləri tapırsan. 5-ci sualda. Məsələn, birincinin sürəti nə olacaq? 2pi r böl T1. Pi bilirik də 3'dür. Olacaq 2 vur 3 vur r böl T1 də verib də bizə 3. Oldu 2r. İkincinin sürəti də yazaram. 2pi r böl T2. 2 vur 3 vur r böl T2 də 6'dır. Böldü r. İndi birincinin sürəti 2r'dir. Birincinin sürəti 2r'dir. İkincinin sürəti r'dir. İndi bunlar hər hansı bir nöqtədə görüşəcəklər də. Tutaq ki, K nöqtəsində. Düzdür? Bax bu, deməli bunlar bu qədər yol gəlir. Bu qədər yol gəlir. Bu isə bu qədər yol gəlir. Bunların ikisi birlikdə çevrənin uzunluğu qədər yol gəlir. Onda T bərabər S böl V nisbi. Bu şərtdən istifadə edirik. Görüş vaxtı. S çevrənin uzunluğudur. 2pi r. Sürətlər əks istiqamətdə olanda toplanır. Oldu 3r. Və bu da olacaq 2. Pi 3 olduğuna görə 3 ilə pi getdi, qaldı 2. Yəni 2 üsulundan yazmaq olar. 6. Sürtünmə qüvvəsinin təcili bizə verib deməli 1. Elastiklik qüvvəsinin təcili də 3'dür də. Bilirik ki, təcil vektorial cəmiyyətdir. Böyükdən kiçiyə çıxırsan və istiqamət böyüyə tərəf. Yəni 3'dən 1'in çıxdım 2 və böyüyə tərəf, sağ tərəfə. Sonra burada həmişə bir dənə qayda deyirəm, yadınızda saxlayın. Bir dənə ip götürürsən. Yəni momentlər tarazlığın şərti var. Yuxarı çəkən qüvvə aşağı çəkən qüvvəyə bərabər olmalıdır ki, sistem tarazıda qalsın. Deməli, yuxarı nə qədər qüvvə çəkib ki, aşağı nə qədər qüvvə çəkib ki, sistem tarazıdadır. Deməli, yuxarı 90 çəkib də, bunların ikisinin cəmi. İndi mən bilmirəm də onu hardan asmaq lazımdır. Tutaq ki, misal üçün, bu nöqtəyə görə moment alsam, bax bu nöqtə, buna x deyirəm. Düzdür? Onda nə yazacağım? Yazacağım, bunun 30'un momenti yoxdur. 90 vur x bərabər 60 vur qol. 1, 2, 3, 4, 5, 6. Və buradan sıfıra getdi. X bərabər olacaq 4. 4 də nədir? Yəni, bax bu nöqtədən, dayaq nöqtəsindən 4 bölgü aralı. Bu hara düşür? 1, 2, 3, 4. Deməli, cavab 4'dür. D variantı. Sonra, burada da cisimlərin görüş vaxtını deyir. T bərabər S böl V nisbi. Yenə deyirəm sizə. Bax, bu buradan bura gəlir. Bu da buradan tutaq ki, bura gəlir də hər hansı bir nöqtəyə. Nə qədər yol gəlir? Deməli, 100 metr yol gəlir. Nisbi sürətdə toplanır da əks istiqamətdə olanda 20 dələcə 5. Deməli, A variantı. Sonra 9. Bax, 9'da bir şey yadınızda saxlayın ki, deməli, ağırlıq, qravitasiya sahəsinin intensivliyi yerin mərkəzinə doğru yönəlir. Yerin mərkəzinə doğru yönəlir. Düzdür? Yerin mərkəzi, potensial enerjidə, deməli, hündürlük artdıqca artır. Yəni, fikir verin, tutaq ki, təsəvvür edin, bura yerdir də, düzdür və yer. Yerin mərkəzinə doğru yönəlir. Deməli, yerdən uzaqlaşdıqca hündürlük artır axı. Yerdən uzaqlaşdıqca hündürlük artır. Bunun hündürlüyünə bax. Məsələn, bunun hündürlüyünə bax. Bunun hündürlüyü də bu qədərdir. İndi ən böyük hündürlük hansıdır? 2. Deməli, potensial enerji orada böyüdür. Sonra 10-cu sualda
Böyük sürətlə uçan mərmi o nöqtəsində 2 qəlpəyə parçalanır. Şəkildə qəlpələrin impulsları təsvir edilmişdir. Mərminin impulsunun qiymət və istiqaməti. Biz heç nə impuls vektoriya kəmiyyəti olduğuna görə bunu proyeksiyaya ayırırıq. Hər bölgüdə 10'dur. Deməli bu olacaq 20. Bu proyeksiyası olacaq 20. İndi aşağıdakını ayırıram. Aşağıdakı nə olacaq? Deməli bu proyeksiyası elədi 30. Bu proyeksiyası oldu 20. Bununla bu bir-birini götürdü. Deməli yekun hansıdır? 50 və sağa. Sonra bloklar sistemi qüvvədən neçə dəfə qazanc verir. Deməli biz adətən bunu belə yazırıq da 2/n. N burada blokların sayıdır. Bu blok qüvvədə qazanc vermir. Bu n nədir? Blokların sayı. Neçə dənə blok var? 1, 2, 3 tərpənən 3 dənə tərpənən blok var. Yazıram 2/3. Eləcə 8. Y variantı. Sonra sürət zaman qrafikinə ikinci saniyədə ikinci nə deməkdir? Yəni 1 ilə 2-nin arasındakı sahə deməkdir. İkinci bu deməkdir. Yolu tapmaq üçün fiquru sahəsi S bərabərdir. Trapesiyanın sahəsi. Deməli 20 üstəgəl 10 böl 2 var. H-da 1'dir. Yəni H budur. Bu da eləcə 15. Cavab A variantı. Sonra 13'ə baxaq. 13'də də yenə impulsun saxlanma qanunudur. İlk impuls son impulsa bərabərdir. İlk impuls nədir? Bax yazıram burada 13. İlk impuls, bax ilk impuls, P ilk. İlk impuls deməli sola, bax bunun impulsu, ilk impuls deyirlər buna. 2mv plus bir də bu arabanın impulsu var. Sağa 4mv. Son impuls isə bu gəlib dəyir arabanın içinə yapışır. Son impuls odur ki, kütlələr toplanır 4m üstəgəl m, bir dənə v sürəti ilə hərəkət edir. Buna v son deyirəm. İmpuls vektoriya kəmiyyəti olduğuna görə əks istiqamətdə olanda çıxılır. Deməli bu olacaq 2mv üstəgəl 4mv. Əks istiqamətdə olduğuna çıxılıraq, ona görə olacaq 2mv. Deməli olacaq ilk impuls, impulsu saxlama qanunu P sona bərabər olmalıdır. Yəni 2mv bərabər olmalıdır 5 dənə m v sona. Bu m'lər getdi. V son bərabər olacaq 0.4-ə. Cavab D variantı. Sonra baxaq burada. Kütləsi verib, cisim hansı nöqtədə dayanar? Biz burada tormoz yolundan istifadə edirik. mv0 kvadrat böl 2f sürtünmə. 2f sürtünmə. M bizə verib 2. V0 verib bizə 36 kvadratını yazdım ha. F-də verib 9. 4. 4 də hansıdır? Bax 1, 2, 3, 4. D nöqtəsi. Bu da olacaq Y variantı. Sonra 15-ci sual da qəşəng sualdır. Deyir, kütləsi M olan maddi nöqtəni harada yerləşdirmək lazımdır ki, gravitasiya qüvvələri bir-birini tarazlaşdırsın. Təsəvvür eləyib, məsələn, burada da, məsələn, bu M tutaq ki, kütləli cisim burada saxlasam tarazda qalar, düzdür? Buna birinci cisim deyirəm, buna ikinci. Bax, fikir verin, gravitasiya cazibə deməkdir. Yəni, birinci bunu özünə dartır. Buna deyirəm F1. İkinci də özünə bunu dartır. Bu oldu F2. İndi bax. Bax, buradan buraya qədər olan məsafəyə x desəm mən. Onda belə çıxır ki, buradan buraya qədər olan məsafə nə olacaq? 1, 2, 3, 4, 5, 6. Olacaq 6 minus x. Çünki cəmi 6 eləməlidir axı. Deməli, tarazlıq şərtdə budur da F1 bərabər F2. F1-in yerinə nə yazıram? G, M, böyük M böl. Məsafə, yəni M-dən böyük M-dən balaca M-ə qədər olan məsafə x kvadrat. F2-nin dəyərini yazıram G, M var 4M və onlar arasındakı məsafə 6 minus x-in kvadratı. Burada da bunlar xısar getdi. Burada nə qaldı? Qaldı 4x-in kvadratı bərabər 6 minus x-in kvadratı. Deməli olacaq 2x bərabər 6 çıx x. Buradan 6 çıx x bərabər 2x və 3x bərabər 6x bərabər 2. X bərabər 2 nə deməkdir? Yəni birinci cisimdən 2 bölgü aralı. Bu da düşür haradasa 2 nöqtəsinə. Cavab hansı olacaq? D variantı. Sonra 15 də belə getdi. 16-ya baxaq.
Bax fikir verirsiniz ki, bax burada başlanğıc sürət var. Bu nöqtədə cisim v sürəti aldı. Eyni zamanda burada da v sürəti alır. Deməli, onda belə çıxır ki, bunun qalxma müddəti nə olacaq? T qalxma bərabərdir 2 üstəgəl 4 bölü 2, bu da 3. Düzdür? Maksimal qalxma hündürlüyünün də düsturı budur. JT qalxma kvadrat bölü 2. Bu da 45 metr. 3'ün kvadrat 9'u 5'e vurdum 45. C variantı. Sonra 17'də bizə deyir ki, bax, cisimlər arasındakı məsafə, fikir ver, məsafə, bax, koordinat məsafə deməkdir. Yəni, cisimlər arasındakı məsafə əvvəl azalır, sonra get-gedə başlayır artmağa da. Deməli, əvvəlcə azalır, sonra artır. Uçuş müddətinin düsturu, dəyərli müəllimlər, uçuş müddətinin düsturu T uçuş bərabərdir 2v0 böl J'dir. Yəni, başlanğıc sürətinə düz mütənasibdir. Ona görə, bax, burada fikir ver. Bax, bu birinci budur, ikinci budur, üçüncü budur. Deməli, 1 kiçik olacaq 2 bərabər 3-dən. Deməli, 1 kiçikdir, bax, D variantı olacaq. Kütlə bilirsiniz də burada rol oynamır. Sonra, baxaq burada, növbəti suala. Deməli, 19. Birinci biz burada kütləsi M1 və M2 olan iki kürəci sıxılmış yay ilə bir-birinə bağlanmışdır. Yayı sıxılmış vəziyyətdə saxlayan sapı kəsdikdə kürələr 3v sürətlə kürəcilənir ki, burada diqqətlə bir dənə fikir verin. İmpulsun saxlanma qanununa görə, yəni birincinin impulsu ikincinin impulsuna bərabər olmalıdır. Əgər bu sağdakının sürəti verirsə, deməli bunun kütləsi 3m'dir. Soldakı, bax fikir ver, bax bunu belə yazıram, siz üçün tam aydın olsun, bax. Deməli, yazıram bax belə. Neçənci sualdır bu? 19. Bax, yazıram burada. P1, P2 bərabər olmalıdır. İmpulsu saxlan. P1'in yerinə nə yazıram? M1, V1 də 3V'dir. Bərabər. P2'nin yerinə yazıram. M2V. Bu V'lər getdi. Buradan alıram ki, M2 bərabər 3M1. Yəni, bizə dedi M2 böl M1 nəyə bərabərdir? Bu əlbəttə 3'dür. Ya budur, ya bu. İndi biz bilirik ki, kinetik enerjinin belə bir düsturu var da, P kvadrat böl 2M. İmpuls bərabərdir, çünki ilk impuls son impulsa bərabərdir. Kinetiklə kütlə tərs mütənasibdir. Əgər M Y2, YK2 böl YK1 olacaq M1 böl M2. Yəni 3'də 1 olacaq da. Bu da olacaq cavab D variantı. Oldu. Sonra 19'dan sonra 20 gəlir. Burada da. Bu qəşəng sualdır. Deməli, burada nədir? Bax, A nöqtəsində sərbəst buraxılan kürəci ilə digər kürəci mütləq qeyri-elastiki toqquşur. Zərbədən sonra kürəcilər hansı nöqtəyə kimi qalxacaqdır? Deməli, burada nə edirik biz? Nə edirik? Bax, deməli, MV bərabər olacaq. MV bərabər olacaq. Yəni, bax, bu cisim sükunətdədir, düzdür. Bu, yerə çatanda müəyyən bir sürət alır. Bax, həmin bu birinci cisim. Bu olsun ikinci cisim. İkinci cisim sükunətdədir. Deməli, bu əvvəlki, deməli, burada nə olacaq? Bax, burada diqqətlə fikir verin. Deməli, bu yerə çatanda müəyyən sürət alır. Deməli, əvvəlki impuls, deməli, bunun ilk impulsu olacaq 0. Çünki yerə dəyən anda bunun sürəti var. Yerə dəyəndən sonra bunlar birlikdə hərəkət eləyəcək. Yəni, bax, bu gələcək və buna dəyəcək. Sonra müəyyən bir sürətlə hər hansı bir nöqtəyə çıxacaq. Onda olacaq M üstəgəl M vur V bir dənə hər hansı bir sürət, son sürət. Onda MV bərabər olacaq 2MV son. M'lər getdi. Buradan V son nəyə bərabərdir? V bölü 2. İndi biz də bilirik ki, bu cismin yerə dəyən anda sürəti nə olub? Yerə dəyən anda sürəti olub nə? Yerə dəyən anda sürəti olub kök altda 2GH. Düzdür? Yəni kök altda 2G, H da burada 4H'dır.
Aha, indi hansı nöqtəyə çıxıb, deməli bunların kinetik enerjisi var da. Olub 2m var v son kvadrat, yəni v böl 2-nin kvadratı böl 2 bərabərdir. Deməli müəyyən bir hündürlüyə qalxıb 2mj var h. X bilmirik də həmin şey nədir. Bu 2m-dən 2m getdi. Burada olacaq nə? Olacaq v kvadrat böl 2 var burada. Bərabər j10'dur var hx. Burada v-nin dəyərinə mən yaza bilərəm də kök altda elə bu ifadə. Onda kvadratı olacaq 8 dənə. Bax, həmin bu ifadəni gətirib burada nəzərə alsam olacaq 8jh bərabərdir 8 bunlar ixtisar getdi. Hx bərabər oldu h. Yəni 1 nöqtəsinə qalxacaq da bu. A variantı. Sonra burada da tirci hansı nöqtədə dayanır? Yenə də burada tormoz yolundan istifadə edirsən. Deməli mv0 kvadrat böl 2f sürtünmə, yəni 2 nü mj. M'lər getdi. Burada v0 kvadrat alınacaq böl 2 nü j. v0 36'dır kvadratı 2 nü. 0'dan %45. 100 çıxdı yuxarı, 45 düşdü aşağı. Burada bir dənə 10'umuz da var. Bu da eləyəcək. Deməli 360'ı bölürəm 90'a, bu da eləcək 4. 4 də haradır? 1, 2, 3, 4. Elə 4 nöqtəsi. D variantı. Sonra 22. Deməli maddi nöqtə A və B nöqtə ara harmonik B nöqtəsində sürətin. Bax bu B nöqtəsində kənar nöqtədir. Bu tarazlıq nöqtəsidir. Bax bunlar kənar nöqtələrdir. Bax A ilə B. Kənar nöqtədə sürət 0'dır. Ya budur, ya bu. Düzdür? Bax elə bil cisim. Bax bunlar kənar nöqtədir. Bu tarazlıq nöqtəsidir. O. Bu A'dır, bu B. Həmişə yadda saxlayın bax. Cisim burada cismin sürəti 0'dır, düzdür? Onda təcil həmişə mərkəzə doğru yönəlir. Yəni tarazlıq vəziyyətinə doğru. Onda hansı olacaq? A variantı. Sonra 23. 23'də bizə deyir ki, deməli sükunətdəki maddi nöqtə 4 qüvvə təsir etməyə başlayıb. Maddi nöqtə hansı istiqamətdə hərəkət edir? Burada biz əvəzləyici qüvvəni tapırıq. Əvəzləyici qüvvə. Bax, ən rahat yolu mən sizə burada deyim. YX koordinat sistemindən istifadə edirəm. Hər bölgünü 1 qəbul edirəm. Bu F4 sağa 2. Yazıram 2F. F3. F3'ə bax. Sağa bir dənə F-dir. Yuxarı bir dənə F. F1'ə bax. Aşağı 3'dür. 3F yazıram. F2. Yuxarı 2F. Sağa 2F. Bax, indi fikir verin burada. Bax, bu 2F bu 2F-i apardı. Çünki əks istiqamətdədir. Bax, bu 3F ilə bu 3F də bir-birini apardı. Nə qaldı yerdə? Deməli yerdə qaldı bax bu. F. Sağa F. Sağa F-də F4 istiqamətidir də. Deməli F4 qüvvəsi istiqamətində. Cavab olacaq E variantı. 24'ə baxaq. Deyir üfüqə 60 dərəcə bucaq altında atılan cismin trayektoriyonun ən yüksək nöqtəsində sürəti 20 metr böl saniyə olub. Cisim başlanğıc sürətdə. Ümumiyyətlə sürətin bax bu x toplananı var. Bu üfüqi toplanandır. Üfüqi toplananda nəyə bərabərdir? V0 kosinus alfa. Yəni kosinus 60 dərəcədə. Bu da bərabər 20 bizə verir məsələdə. V0 kosinus 60 2'də 1'dir. Bərabər 20. Və buradan V0 tapacam 40. Cavab B. Sonra bax 25'də yadınızda saxlayın. Mən sizə nəzəriyyədə demişdim müəllimlər. Yəni bax cisim eyni hündürlükdən istənilən istiqamətdə eyni sürətlə atılırsa, deməli o yerə eyni sürətlə də gəlib düşəcək. Yəni istiqamətindən asılı olmayaraq. Bax istəyir cisim bax göstərirəm sizə. Bax H hündürlükdən və istəyir cisim məsələn tutaq ki 5 metr böl saniyə sürətindən belə atırsın. İstəyir 5 metrdən belə atırsın. İstəyir məsələn 5 metr sürətindən belə atırsın. İstəyir məsələn 5 metr sürətindən belə atırsın. Fərqi yoxdur. Onlar yerə elə eyni sürətlə də gəlib düşəcəklər. Ona görə cavab olacaq A variantı. Sonra 26'da
Bax burada 26-da görürsünüz də açıq aydın. Burada başlağı sürət proyeksiyası -12-dir. Təcil 6-dır. İlk 2 saniyə ərzində onun hərəkəti necə olar? Bax burada bizim düsturumuz var da, V bərabərdir V0 plus AT. İndi bunun qrafikini qursaq. Vx-in T-dən asılıq. Deməli, başlanğıc sürəti -12-dir. A müsbətcə düz xətt yuxarı yönəlir. İndi gəl baxaq, görək bu nöqtədə sürət 0 olub da, son sürət. Hansı saniyədə? Ona görə bax bunu 0-a bərabər eləyəcəm. Onda T bərabər olur 2. Deməli, ikinci saniyənin sonunda cismin son sürəti 0 olub. Yəni, nə demək istəyirəm? İkinci saniyənin sonuna qədər bu x-oxun əksinə bərabər yavaşlayan hərəkət eləyib. Bax, x-oxun əksi istiqamətdə bərabər yavaşlayan. Bax, bu cavab olacaq bu. Sonra baxaq 27-yə. Deməli, 27-də biz bilirik ki, fx-in ax-dan asılı qrafiki düz mütənasibdir. Yəni, bunu hamı bilir. Çünki bu düstura görə fx bərabər max. Buradan m-i tapsam, f-i bölürəm a-ya. Və burada alfa bucağı var. Yenə də deyirəm, bax, f-i həmişə paralel götürdə bilərəm. Fx budur, ax budur. Fx-in ax olan nisbəti bucağın tangensisidir. Bucağın tangensisi. Yəni, bucaqlara görə təyin edirik. Bax, burada fikir verin, bax, 1 ilə 2-nin bucağı eynidir, bax. Deməli, bunların tangensləri eyni olduğuna görə kütlələr də eynidir. Yəni, ya A variantıdır, ya B, D-dir, ya da C. İndi baxırıq, deməli, baxırıq burada 3-ə. Nə eləyəcəyik biz bunu? Bax, burada fikir verin, bax, bunun bucağı nədir? Bax, bunun təcilin oxunu gətirib bura qoya bilərəm də. Bax, bucaq da bax, burada budur. Deməli, 1 2-yə bərabərdir, o da kiçikdir 3-dən. Böyüdür 3-dən, daha doğrusu, bax, budur. D variantı. Baxırıq bura. Deməli, çox maraqlı sualdır bu. Bax, F2 bunu bu tərəfə fırlatmaq istəyir. Bu olacaq M2. F3 bunu bu tərəfə fırlatmaq istəyir. Bu olacaq M3. F6 bunu bu tərəfə fırlatmaq istəyir. Bu olacaq M6. F4 bunu bu tərəfə fırlatmaq istəyir. Bu olacaq M4. F5 bunu bu tərəfə fırlatmaq istəyir. Bu olacaq M5. F1 də bunu bu tərəfə fırlatmaq istəyir. M1. Deməli, saat əqrəbi istiqamətində olanlar cəmi saat əqrəbinin əksinə olanların cəminə bərabərdir. İndi baxırıq. Saat əqrəbi istiqamətdə olanlar hansılardır? M1. Sonra hansıdır? Plus M5. Sonra hansıdır? M3. M2. Saat əqrəbi istiqamətində olanlar bax bulardır. Bax. Və nəyə bərabərdir? Saat əqrəbinin əksinə olan momentlərin cəminə. Momentlər qaydasıdır. Yəni M3 üstəgəl M4 üstəgəl M6. Görək elə bir cavab varmı burada, yoxsa yox? M3, M4, M6. Bax, cavab olacaq A variantı. Sonra baxaq 29-a. Aha, bax, çox qəşəng sualdır bu. Deməli, başlanğıc sürəti 9-dur. 1 saniyə və 5 saniyə oldu da eyni nöqtədə olub. Eyni nöqtədə olubsa, deməli, bax, bunun zamanı bu təpə nöqtəyə çatır. Bu təpə nöqtədə cismin son sürəti 0 olur. Onda bura hansı vaxtda çıxıb? Bunu tapmaq çox sadədir. Yadınızda saxlayın. Bu belə bu düsturla hesablanır. Bax, T bərabərdir 1 üstəgəl 5 bölü 2. 3. Deməli, bura olacaq 3. Bu 3-ü biləndən sonra burada təcili tapmaq çox sadə. Əsas o 3-ü tapmaqdır burada. Onda belə olacaq, bax. A bərabərdir V minus V0 böl T. Son sürət 0, başlanğıc sürət verib 9, zaman da 3-dür. -3 variantı və axırıncı suala baxırıq. Deməli, bax, bu x1-dir, bu x2-dir. Deməli, biz x1-in açılışını bilirik. Bax, x1 nədir? x0 plus v0t plus a t kvadrat bölü 2. Deməli, hər iki cismin başlanğıc koordinatı 0-dır. Bu getdi. Başlanğıc sürət də 0-dır. Onda olacaq a
Bax cisim buradan, bax buradan bura gedənə qədər, bax fikir ver, bax buradan bura gedənə qədər deməli zaman olub 2. Olacaq A var, 2-nin kvadratı 4/2. Bu deyəcək 2 dənə A. İndi x2-ni yazıram. x0 yenə plus v0t plus at kvadrat bölü 2. Yenə x0 0, v0 0. İndi a'ya bax. Bu cisim buradan bura gedənə qədər, buradan bura gedənə qədər. Görürsən başlanğıc koordinata 0-dır. Buradan bura gedənə qədər zaman olub nə 4. Olacaq nə? A var 4-ün kvadratı 16/2. Bu da eləcə 8a. İndi biz də bilirik ki, delta x, x2 çıx x1 deməkdir. Bu da bizə verib 36. Yəni 8 dənə a çıx 2 dənə a bərabər 36. Deməli 6 dənə a bərabər 36 və a bərabər 6. Deməli cavab olacaq C variantı. Diqqətinizə görə sağ olun. İnşallah gələn dərslərdə görüşənədək.